Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya. Nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Aziz ve değerli kardeşler, ilk önce sizleri Allah'ın selamıyla salamlayıram. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Uzun müddet var ki yani biz karşı karşıya gelmirik. Allah'a şükürler olsun ki Allah-u Teala bizleri yine zikir meclisine cem elədi, topladı. Mevzumuz İslamla bağlı olan bir mevzudur. Mâ huvel İslam? Yani İslam nedir? Ve İslam'dan geyrisi Allah katında İslam dininden geyri bir din kabul olunandı mı? Olunur mu? Ve İslam dedikdə İslam neyi əhatə edir? Neyi özündə təşkil edir? Yani mevzumuz bundan ibarətdir. Allah-u Teala Kur'an-ı Kerim'de deyir ki İnne dine indallahil İslam. Allah yanında din İslam dinidir. Yani Allah yanında seçilen, sayılan, etibarlı din İslam dinidir. Yani bugünkü günde kimlerse hansısa dinlərə sitayiş etməklərinə baxmayaraq, eğer onlar ibadet ettikleri din İslam dini değilse, onun Allah katında değeri, kıymeti yoktur. Çünkü Allah Teala bunu hususi olarak vurguluyor ki inne dine indallahil İslam. Allah yanında din İslam dinidir. Yani İslam dininden başka dinler kabul olunmazdır. Ve ayetin sonunda Allah Teala bizlere bildirir ki وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَا يُقْبَلَ مِنْهُ. Kim İslam'dan başka bir din, özüne bir yol seçerse, o ondan kabul olunmaz ve ahirette uzanlardan olar. Yani ahiret günü eli boş kalanlardan olar. O elə zanneder ki onun ettiği əməl doğru əməldir, getdiyi yol doğru yoldur ve İslam dini olmadığı için, Allah'ın yanında sayılan, seçilen din olmadığı için o insandan kabul olunmayacak. Ve buna göre de Allah katında en değerli din, en doğru din, sayılan, seçilen İslam dinidir. İslam dininden başka din kabul olunmaz. Ve bakmayarak bugünkü günde yeryüzünde müxtəlif dinlere insanları davet edirlər. İnsanları müxtəlif dinlere çağırırlar. Yani bu dinler Allah katında, bu dinlerin Allah katında değeri, kıymeti yoktur. Bunu neye göre deyirik ki değeri, kıymeti yoktur? Çünkü Allah Teala bizlere ayette bildirir ki Allah katında din İslam dinidir. Ve İslam dininden gayri dini kim isteyerse, kim o yolu giderse, seçerse o dinin, yani o din ondan kabul olunmaz. Ve ahiret günü de eli boş kalanlardan olacak, uduzanlardan olacak. Ve sonra yani insanlarımız İslam dedikdə ne başa düşürlər, ne anlayırlar veya da günümüzdeki insanlar dinimizi, yani İslam dedikdə İslam'ı doğru düzgün anlayırlar mı? Başa düşürlər mi? Burası önemlidir. Çok təəssüflər olsun ki günümüzdeki insanların əksəriyyəti İslam sözünü sadece məni olarak kabul edirlər, yani başa düşürlər. Ama İslam dini neyi təşkil edir? İslam dini bizden neyi istəyir? Onu bilmirlər. Həqiqətən də çox insanlar yani özlerine sadece Müslüman deməklə kifayətlənirlər. Ama Müslüman kelimesinin altında neler olmalıdır? Neler yerleşmelidir? Ve Müslüman olan şəxsin üzerine neler düşür? Ondan görürsən ki, təəssüflər olsun, insanlarımız uzaqdır. Kimisi cahillikdən uzaqdır. Yani elm, yani İslam'ı araştıra bilmir, öğrene bilmir. Kimisi de öğrenmək imkanı olaraktan maraq yetirmir. Yani çünkü İslam dini sadece ona Müslümanam deməklə yetkinlenir. Yani oyla tamamlandığına göre, Müslümanam deməklə tamamlandığına göre onun ardınca getmir. Ama elə insanlarımız da var ki onlar yani İslam'a önem verirler, değer verirler ve onu
araşdırırlar və doğru olanı həyata keçirməyə çalışırlar. Və o kəlmə bizdən nəyi istəyir, onun ardınca gedirlər, onu öyrənirlər, onu araşdırırlar. Yəni, bir şey yadda saxlayın, qardaşlar. Deyirik ki, cahillik üzürdür. Tamam, cahillik üzürdür. Amma cahillik, yəni vaxta görə fərqli bir üzür ola bilər, şəxsə görə üzür sayıla bilər, digər şəxsə görə üzür sayılmaya bilər. Yəni, zamana görə, vaxta görə, şəxsə görə cahillik üzürdür deyirik, amma yəni Allah qatında ola bilər ki, kiminsə üçün cahillik üzür sayılsın, amma kiminsə üçün sayılmasın. Biz bunu tam deyə bilmərik, amma Allah Teala daha geniş bilir ki, yəni qulum bu məsələdə cahildir ya yox. Biz özümüzü misal üçün cahiləm, elmim yoxdur, yəni öyrədən olmadı, bu kimi şeylər deyə bilərik, özümüzü təmizə çıxarmaq üçün. Amma yəni önəmli olan Allah qatında, Allah yanında cahilsənmi, orası önəmlidir. Onun da cahil olmasını daha dəqiq Allah Teala bilir. Və insan deməsi ki, mən cahiləm, o bir məna olaraq həmişə qəbul olunmur. Yəni günümüzdə cahil olmaq ehtimalı çox azdır. Çünki öyrədənlərimiz çoxdur. Və yaxud da insan istəsə, araşdırsa, sosial şəbəkə vasitəsilə də öyrənə bilər. Yəni Süleymandan öyrənmək istəyirsə, Əhməddən, Muhammeddən öyrənmək istəyirsə, sosial şəbəkəyə onu yazarsa, adını falan, oradan da götürə bilər. Yəni onu göstərir ki, cahillik, tamam, biz üzürdü deyirik, amma vaxta görə, şəxsə görə dəyişir. Yəni bunu üzür kimi götürüb, özümüzü aldatmayaq, özümüzü arxayını salmayaq. Əksinə öyrənək. Və ona görə deyir ki, insanların çoxusu İslamın nə olduğunu bugün bilmirlər. Və amma İslam dedikdə, İslam sözü nəyi təşkil edir? İslam, istisləm lillahi teala bit-tevhid. Allaha tevhidlə təslim olmaq deməkdir. İslam sözü təslim olmaq deməkdir. Yəni Allah Teala'ya rububiyyət tevhidində, uluhiyyət tevhidi ilə, ad və sifətlər tevhidi ilə təslim olmaqdır. Tam şəkildə gərək təslim olasan. Əgər sən özünü İslama nisbət edirsənsə, o zaman sənin üzərinə düşür ki, Rabbini tanıyasan. Rabbinin yaradan olduğunu biləsən. Rabbinin şəfa verdiyini olduğunu biləsən. Ruzi verdiyini olduğunu biləsən. Rabbinin hər şeyə qadir olduğunu bilməlisən. Çünki İslam səndən bunu tələb edir. Və sonra ibadəti yalnız olan, tək olan Allah-u Teala'ya sərf etməlisən. İbadətə gəldikdə isə, ibadəti yalnız Allah'a sərf etməlisən. Və Allah-u Teala'nı ad və sifətlərdə təkləməlisən. Yəni, İslam dedikdə bu qəsd olunur. İslamın başında təslimiyyət, təslim olmaq. Qulun Allaha təslim olması, Allahı yaratdıqlarında təkləməsi, Allah-u Teala'nın ibadətində təkləməsi, Allah-u Teala'nın ad və sifətlərində təkləməsi. Əgər bir qul Allaha ibadət edirsə, yəni namaz qılırsa, Allah-u Teala'nın yaratdıqlarında təkləmirsə, o namazın faydası yoxdur. Biz bilirik ki, əgər bir qul, bir insan ibadət edir, tövhiddən kənardırsa, tövhiddən uzaqdırsa, yəni şirkin içərisindədirsə, o zaman o ibadətin faydası yoxdur. Belə olduğu halda üzərimizə düşən nədir? İslamı layiqincə öyrənmək, layiqincə tanımaq. İslam dedikdə dedik ki, istisləm lillahi teala bit-tevhid. Allahı tevhidlə tanımaq, təslim olmaq və inqiyadu lehu bit-ta'a və ona itaətdə boyun əymək və şirkdən uzaq olmaq. İslam budur. Allahı tevhidlə tanımaq və ona itaətdə boyun əymək və şirkdən uzaq qalmaq.
İslam dedikdə bu qəsd olunur. Bunu əhatə edir İslam dini. Əgər sən müsəlmanam deyil, itaət etmirsənsə, bu İslam deyil. Müsəlmanam deyil, şirk edirsənsə, bu İslam deyil. Müsəlmanam deyil, yəni Allah-u Teala'nı tövhid, rububiyyət tövhidində təkləmirsənsə, yəni onu yalnız olan, yaradan odur, yeri göyü idarə edən odur, ruzi verən odur. Yəni bunu etiraf eləmirsənsə, bu İslam deyil. Və yaxud da Allah-u Teala'nı ibadətdə təkləmirsənsə, bu da İslam deyil. Ona görə bir insan İslamı həqiqi yaşamaq istəyirsə, İslamı həqiqi yəni ortaya qoymaq istəyirsə, mütləq tam şəkildə təslim olmalıdır Allah-u Teala'ya. Təslimiyyət də odur ki, onu rububiyyət tövhidində, uluhiyyət tövhidində və ad və sifətlər tövhidində təkləməsidir. Yəni bu tövhidin də önəmli olması onu oradan irəli gəlir ki, bütün peyğəmbərlərin hədəfi bu olub. Və Allah-u Teala yəni bütün yer üzünə nə peyğəmbər göndəribsə, onların dəvəti bu olub, tövhid olub. İnsanları la ilahe illallah'a çağırıb. Allahı layiqincə tanımağa çağırıb. İbadət yalnız Allaha məxsusdur, ona çağırıb. Amma insan, yəni insanın tövhidi yoxdursa və yaxud da tövhidi öyrənmirsə, onu ardınca getmirsə, o zaman onun düşündüyü İslamın faydası olmaz. Onun zənn etdiyi İslamın faydası olmaz. Bir insan İslamının doğru olması üçün, səhih olması üçün onun tövhidinin səhih olması lazım. Tövhid səhih deyilsə, əgər o ibadətində Allaha şərik qoşursa və yaxud da Allahı yaratdıqlarında təkləmirsə və yaxud da Allah-u Teala'nı ad və sifətlərdə təkləmirsə, bu zaman o İslamın faydası yoxdur. Yəni bunu biz öz ağlımızdan demirik. Çünki bütün peyğəmbərlərin hədəfi bu olub. Yəni insanlara bunu da çatdırırdılar. İnsanlara bunu öyrədirdilər ki, onların İslamı səhih olsun. Və insanların İslamının doğru olması üçün bütün peyğəmbərlərin vəzifəsi bu olurdu. Tövhidə çağırırdı. Bu kəlmə, yəni la ilahe illallah kəlməsi üçün döyüşürdülər, vuruşurdular, söyülürdülər, döyülürdülər, diyarlarından çıxardırdılar, öldürülürdülər bəzən. Yəni bu kəlməyə görə. Deməli, onu göstərir ki, bu kəlmə bizə tövhid insanın həyatında ən önəmli məsələlərdən biridir. Əgər bir insan Allah-u Teala'nın ad və sifətlərində layiqincə təkləmirsə, misal üçün, yəni insanlarımızdan elələri var ki, onlar iddia edirlər ki, öz şeyxları və yaxud da öz vəliləri onları daimə eşidir və daimə görür. Yəni bir insan, bir şeyin daimə görüb, daimə eşitməsi bu Allaha məxsus olan bir sifətdir. Əgər bir insan Allahın yaratdıqlarında bu sifəti görürsə ki, o insan daimə görür, gizlidə olanı və aşkarda olanı daimə bilir, qeybi aşkarı, bu zaman o şirk etmiş sayılır. Allah-u Teala'nın ad və sifətlər mövzusunda təkləmiş sayılmır. Və ona görə də insan yaradanı layiqincə tanımalıdır. Layiqincə ona qiymət verməlidir. Əgər ona layiqincə dəyər qiymət verməzsə, o zaman o İslamın faydası olmaz. Misal üçün, dünyavi misallardan deyək, bir insan bir müdürün yanında işçidir, bir şəxsin yanında işçidir. Və müqavilə bağlayıb ki, mən sənin yanında işçiyəm. Amma işə getmir. Heç bir işinə getmir, heç bir işində yardımcı olmur. Amma deyir ki, mən onun yanında işçiyəm.
Yani bu müdür için bu işçinin değeri, kıymeti olabilir mi? Çünkü onu saymadığı için, onun istediğini hayata geçirmediği için o işçinin değeri, kıymeti yoktur. Yaradanın da yani məhlukatın da Allah katında değeri onun hakkını verdikdə olur. Yani Allah Teala'nın hakkını verdikdə o zaman senin değerin, kıymetin olur. Ve Müslümanın değerli eden, insanı değerli eden ne de onun İslamıdır. Onun Müslümançılığıdır. Yani bizi Allah katında değerli eden bizim İslamımızdır. Eğer bizim İslamımız yoksa biz yani hiç ne sayılırıq. Hatta heyvandan aşağı sayılırıq. Yani bizi değerlendiren nedir? Bizim İslamımız. Bizi Allah-u Teala'nı layıkınca tanımağımız, layıkınca ona ibadet etməyimiz, ona boyun eğməyimiz bizi Allah katında değerlendirir. Eğer sen değerli olmak istiyorsansa dünya ve ahirette o zaman Allah-u Teala'nı layıkınca tanıyacaksın. Allah'ın hakkını yerine getireceksin. Böyle olarsa o zaman sen İslam'ın mənasını anlamış olarsan, başa düşmüş olarsan. Ama təəssüflər olsun ki, insanlarımız Müslümanam deməklə kifayətlənirlər və özlərini aldatırlar. Və özlərini yani üzürlü sayırlar ki, biz bilmədik, öyrətmədik, öyrədən olmadı. Tamam, bu üzür sayıla bilər. Bilməmək üzür sayıla bilər, amma dediyimiz kimi hər an yox, hər vaxt yox və hər şəxsə aid deyil. Hər kəs bir evdən çıxır, bir şəhərdən gəlir, bir rayondan gəlir. Hər kəsin halı fərqlidir. Bir kəsin müəyyən məlumat, yəni hər hansı bir məlumatları toplamaq şansı daha çoxdur. Bir şəxsin hər hansı bir məlumatları toplamaq şansı azdır. Həm maddi tərəfdən, həm mənəvi tərəfdən, həm onun yəni zehni dərəcəsi az olduğuna görə, düşüncəsi az olduğuna görə hər şeyi yerində yəni dərk edə bilmir. Bu insanla hər şeyi bilən, dərk edən insan eyni ola bilərmi? Ona görə üzürlər insana görə fərqlənir. Ona görə mən üzürlüyəm deməklə yəni özümüzü bəzən aldatmayaq. Və Peyğəmbərimiz s.ə.v yəni Cəbrailin hədisində Ömər radiyallahu anh rivayət edir ki, şədid-ü bəyad səvad-ü şə'r deyir ki, ağ paltarlı və qara saçlı birisi gəldi və bizdən onu heç kim tanımırdı. Və üzərində də səfər bir əlaməti yox idi. Yəni, yorğunluq, çeklik, yəni insan pak idi, paltarı, saçı, düzəmi yaxşı idi. Və Peyğəmbərimiz s.ə.v-in yanına oturdu və ilk sualı oldu ki, Məl İslam, ey Muhammed, İslam nədir? Və Peyğəmbərimiz s.ə.v İslam nədir deyəndə dedi ki, ən təşhədə la iləhə illallah və ənə Muhammedə Rasulullah. Yəni, şəhadəti gətirdi. Yəni, Allahdan başqa ibadətə layiq bir ilahın olmadığı və Muhammed s.ə.v onun Rasulu və elçisidir. Və namaz qılmaq, oruç tutmaq, zəkat vermək və gücü yetdikdə həccə getmək. Bu hədisin sonunda deyir ki, Peyğəmbərimiz s.ə.v فَإِنَّهُ جِبْرِيلَ أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ deyir ki, o Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdi. Və bu yəni, göstərir ki, bu hədisdə nələrdən danışılıbsa, bunlar hamısı nə idi? Yəni, dinimiz idi. Və onlardan biri də İslamı soruşur Peyğəmbərimiz s.ə.v-dən. Peyğəmbərimiz s.ə.v də İslamın nə olduğunu bizlərə öyrədir. Şəhadət gətirmək. Yəni, şəhadət gətirmək, yəni sözlə dedim, onun mahiyyətinə varmadım, axtarmadım, araşdırmadım, öyrənmədim və yaxud onun mahiyyətini pozan amillərdən kənar qalmadım və yaxud onu pozan amillərdən, yəni amilləri öyrənmədim və ondan kənar qalmadım. Yəni, bu belə mümkündürmü? Yəni, mütləq şəhadət dedikdə, yəni onun içərisində olan, yəni onu pozan amillərdən, şəhadəti sıradan çıxaran amillərdən uzaq qalması lazımdır.
və şəhadəti tam doğru düzgün həyata keçirmək üçün müsəlman hansı düşüncədə olmalıdır, hansı etiqadda olmalıdır, o etiqadda yaşaması lazımdır. Əks halda Allah-u Teala səndən o şəhadəti qəbul etməz. Yəni, hər bir halda, yəni həyatda bütün şeylər bəzən bir kəlmə ilə kifayətlənmir. Bir kəlmə ilə kifayətlənmir. Necə ki, misal getdim ki, mən filan kəsin işçisiyəm, amma iş başında olmur. Yəni, mən filan kəsin işçisiyəm demək, o insana fayda verə bilərmi? Ayın sonunda maaş ala bilərmi? Xeyr. Ona görə bəzən hər deyən kəlmə sahibinə fayda vermir. Mütləq onu göstərəsən gərək. Onu nümayiş etdirəsən. Onu həyata keçirəsən ki, o kəlmə nəyi təşkil edirsə, səndən nəyi istəyirsə, onu ortaya qoymalısan. Onu ortaya qoymursansa, o zaman məsələ təhlükəlidir. Və insan, Peyğəmbərimiz s.ə.v yəni sahabələri dəvətə göndərdikdə onlara deyərdi ki, ilk çağırdığın dəvət, ilk etdiyin dəvət La iləhə illallah kəlməsi olacaq. Yəni, insanları ona çağır. La iləhə illallaha çağır. Əgər onu səndən qəbul edərlərsə, o zaman denən ki, Allah-u Teala 5 namazı buyurur. Deməli, bütün insanın əməlindən öncə, namazından, orucundan, zəkatından öncə La iləhə illallahın bilməsi lazımdır. La iləhə illallahı yaşaması lazımdır. Onu dərk etməsi lazımdır. Əgər La iləhə illallah yerində deyilsə, yəni bir insan namaz qılır, şirk edirsə, o namazın faydası yoxdur. Namaz qılır, qurbanı hər hansı bir qəbirə, ziyarətə, pirə kəsirsə, o namazın faydası yoxdur. Çünki Allah-u Teala qiyamət günü insanların qəlbində olanlara mükafat verəcək. Yəni, qəlbində olanlara qiymət verəcək. Qəlbindəkinə dəyər verəcək. İnsan namaz qılıb, əgər şirk edirsə, namaz qılıb qurbanı Allahdan gerisinə kəsirsə, o zaman onun qəlbi boşdur. Və qiyamət günü də Allah-u Teala sənin qəlbinə görə hökm verəcək. Yəni, zahiri əməllər dünya üçündür. Bizlər üçündür. Filan kəs ibadət edir. Amma batini əməllər Allaha məxsusdur. O da qiyamət günü Allah-u Teala sənin qəlbindəki olan etiqada görə, inanca görə, imana görə Allah-u Teala dəyər, qiymət verəcək. Onun sayəsində yüksələcəksən. Onun sayəsində namaz səndən qəbul olunacaq. Onun sayəsində oruc səndən qəbul olunacaq. Onun sayəsində həcc səndən qəbul olunacaq. Onun sayəsində etdiyin zəkat, sədəqa, yaxşılıq, hamısı ona görə qəbul olunacaq. Etiqadın səhi olmasına görə, İslamın doğru olmasına görə. Yəni, əgər qəlb sağlam deyilsə, yəni qəlbdə etiqad doğru deyilsə, inanc doğru deyilsə, yəni ibadətin faydası yoxdur. Təəssüflər olsun ki, elə insanlarımız var bugün, yəni namaz qılırlar, hətta yaxşılıqlar da edirlər, görürsən ki, ahirətə iman gətirməyib, yəni ahirətə inanmır, ahirətə şəklə yanaşır, yəni cənnət, cəhənnəmin olmasına inanmır. Halbuki məscidə gedir, namaz qılır. Belə insanlarımız var. Yəni, şahidi olmuş bunu. Yəni, bu, belə bir inancla insan ibadət edərsə, o ibadətin faydası yoxdur. Yəni, bu nəticəyə gəlirik ki, qardaşlar, yəni, insanın əməlinin qəbul olması üçün etiqadın, inancın, imanın səhi olması mütləqdir. Əgər Allah-u Teala bizi buna görə əməllərimizə dəyər qiymət verəcəksə, o zaman əqidə məsələsi önəmli məsələdir. Həqiqətən də önəmlidir. Yəni, Peyğəmbərlərin bu mövzuda çalışmaları özü böyük bir dərsdir. Özü böyük bir örnəkdir. Bütün Peyğəmbərlər bu məsələ üçün çalışıb. Bu məsələ üçün vuruşub. Bütün Peyğəmbərlərin vəzifəsi bu olub. Əgər bir insanın inancı, imanı, əqidəsi səhih deyilsə, o insanın Allah qatında faydası yoxdur. Dəyəri yoxdur.
necə dediyim kimi bizi Allah Teala o vaxtı dəyərləndirir, bizim əqidəmiz səhih olarsa, inancımız doğru olarsa, o zaman Allah Teala bizə dəyər qiymət verir, bizi mükafatlandırır. Və belə olduğu halda Allah yanında dəyərli olan şeyləri Allah Teala'nın qatında nə ilə dəyərləniriksə, onun üzərində möhkəm olmağımız lazım, çalışmağımız lazım. Yəni, etiqadın doğru olması, səhih olması mütləqdir. Və Peyğəmbərimiz s.ə.v də insanları dəvətə göndərdikdə deyirdi ki, la ilahe illallah'a çağır. Çünki la ilahe illallah önəmlidir. Sən namaz öyrətdin, namaz qıldı, amma Rabbini tanımırsa, onun faydası yoxdur. Deyir ki, hədisdə belə deyir ki, onlar səndən bu kəlməni qəbul etdikdə, ondan sonra denən namaz, Allah-u Teala 5 namazı buyurub. Yəni, onu etmədikcə, onlara namazı öyrətmə. Buna görə, qardaşlar, diqqətli olmaq lazım əqidə mövzusunda, tövhid mövzusunda, İslamı layiqincə anlamaq lazım. İslam dedikdə nəyi təşkil edir, o kəlmə altında nələr yatır, onu öyrənməyimiz lazım. Bir də təkrar edirəm ki, İslam təslim olmaq deməkdir. Allaha tövhidlə təslim olmaq və ona itaətdə boyun əymək və şirkdən uzaq olmaq. Və insan daimə Allah yanında dəyəri qiyməti olan elmi öyrənməlidir. Və İslam olması üçün, dininin din olması üçün nə lazımdırsa, nə vacibdirsə, onu öyrənməsi nədir insana? Vacibdir. Yəni, bir insanın İslamının doğru olması üçün tövhidi öyrənmək vacibdirsə, tövhid vacibdirsə, deməli, tövhidi öyrənmək nədir? Vacibdir. Bir insanın dininin sağlam olması üçün, doğru olması üçün tövhid vacibdirsə, şirkdən uzaq olmaq vacibdirsə, o zaman onu öyrənmək vacibdir. Yəni, elmlər fərqlidir. Elə bir elm var ki, hər kəsin öyrənməsi vacibdir. Elə elm var ki, müəyyən şəxslərə vacibdir. Amma tövhid elmi tək bir elmdir ki, yalnız bir elmdir ki, hər bir fərdə, hər bir şəxsə aiddir, vacibdir. Onu hər kəs öyrənməlidir. Hər kəs bilməlidir, hər kəs yaşamalıdır. Bir qismin tövhid bilməsi, digər qismin bilməməsi kifayət deyil. Amma bəzi elmlər var ki, bir qisim insanların bilməsi yetərlidir. Amma tövhiddə belə bir şey yoxdur. Tövhiddə hər kəs bilməlidir. Kimin qəlbi varsa, kimdə qəlb varsa ona tövhid vacibdir. Sonra tövhidin faydası odur ki, yadda saxlayın, tövhidin sahibi, sağlam əqidənin sahibi daimə cəsarətli olur. Deyir ki, ət-tövhid yuvarrisu şüca'a. Deyir ki, tövhid insanda cəsarət yerləşdirir. Yəni, tövhidi olan insan cindən, şeytandan, vəlidən, filandan qorxmur. Çünki onun tövhidi var, Allaha iman gətirib. Nəyin, necə olacağı, hamısını Allaha iman gətirib, Allaha bağlayır. Amma tövhidi olmayan insanlar qorxaq olurlar. Və deyir ki, yəni tövhid deyir ki, insanı necə edir? Cəsarətli edir. Şirk onun əksi, insanı zəllil edir. Zillətli edir. İnsan zəllil olur. Çünki şirk edir. Şirk edən insanlar, baxın, daimə qorxaq olurlar. Filan şeyğin adını çəkmə, o məni, belə deyək də, dilim tutular. Filan ziyarətə, yəni sözü atma, filan pirə nəsə söz söyləmə, ruzin kəsilər, xəstələnərsən. Yəni, onlar qorxaq olurlar. Niyə? Çünki şirk
insanı daima qorxaq saxlayır. Tövhid insanı cəsarətli edir. Ona görə o xalqın ki, o toplumun, o cəmiyyətin tövhidi varsa, onlar daima düşməninə qalib gələcəklər. Həm mənəvi düşmənlərə, görsənməyən düşmənlərə, həm də görsənən düşmənlərə. Onlar daima düşmənə qarşı qalib gələcəklər. Çünki onların tövhidi var. Yəni o xalqın ki, tövhidi yeri yerindədir, əqidəsi sağlamdır, onlar güclüdürlər. O cəmaat ki, yəni tövhiddən uzaqdırsa, şirkin içərisindədirsə, şirkə bulanmışlarsa artıq, şirkin içində yaşayırlarsa, siz onları görün, daima zəlil olurlar. Daima zəlil yaşayırlar. Ona görə tövhidin faydası həm dünyada, həm axirətdədir. Dünyada insanı cəsarətli edir, axirətdə də ən böyük mükafat olan cənnətə salır səni. Cəhənnəmdən azad edir. Bu tövhidin mükafatıdır. Və tövhidin faydasıdır ki, insanı həm dünyada cəsarətli, qorxmaz, axirətdə də cənnət əhli edir. Amma şirk isə insanı dünyada zəlil, qorxaq, axirətdə də cəhənnəm əhli edir. Və cənnətə düşmə ehtimalı yoxdur. Və buna görə insan daima İslamını dəqiq, doğru düzgün öyrənməsi lazımdır. Çünki Allah Teala şirk əhlinin qorxaq olduğunu hardan bizə bildirir? Deyir ki, "Səulqi fi qulubillaziina kafaru ru'ba bima əşraku." Kafir olanların şirk etdiklərinə görə onların qəlblərinə biz qorxu saldıq. Yəni şirk elə bir fəsaddır ki, onun sahibi daima qorxaq olur. Hətta müsəlmanlarla kafirlər qarşı-qarşıya gələndə, bunun şahidi olanlar çoxdur. Daima kafirlər qorxaq olduqlarını, insanlarımız, onu görənlər danışıb ki, onlar qorxusundan qaçırdılar. Niyə? Çünki səndə tövhid var və onlarda şirk var. Daima şirk tövhidin qarşısında acizdir. Tövhidin qarşısında qorxaqdır. Ona görə, qardaşlar, İslamımızı doğru düzgün öyrənəyin. İslam dedikdə kəlmə ilə kifayətlənməyəyin, mən müsəlmanam deməklə kifayətlənməyəyin, özümüzü aldatmayalım. Müsəlmanam dedikdə nəyə özündə əhatə edirsə, onun ardınca onu öyrənəyin, axtarağın, araşdırağın. İslam dedikdə nə qəsd olunur, onu biləyin, onu öyrənəyin. Amma elə sıradan kəlmə ilə kifayətlənməyin. Əgər kəlmə ilə kifayətlənəriksə, o özümüzü aldatmış sayılacaq. Bu kəlmə ilə kifayətlənmək də bütün insanlar üçün eyni deyil. Bütün vaxtı eyni deyil. 20 il qabaqdakı vaxtımızla bugünkü vaxtımızdakı cəhalət eyni deyil. Bugün bir dəqiqəyə dünyanın bu başından o başına məlumat ötürmək olur. Və yaxud da məlumatı almaq olur. 50 il qabağa belə bir şey var idi mi? Günə görə, zamana görə, şəxsə görə cahillik fərqlənir. Buna görə insanlar özlərini aldatmasınlar ki, mən müsəlmanam deməsi mənə yetərlidir və İslamı Allaha tam şəkildə təslim olmur, tövhidi yaşamır, etiqadı etmir və şirkə yol verirsə, bu zaman bu İslamın faydası yoxdur. İslamımızın doğru olması üçün, müsəlmanlığımızın doğru olması üçün də tövhidi doğru düzgün öyrənməyimiz lazımdır. İslamı doğru düzgün anlamağımız lazımdır. Bir şeyə diqqət yetirin, bir şeyi vurğulayım ki, bu mənim danışdığım mövzu təkfirə qapı açan mövzu deyil. O demək deyil ki, sən insanları təkfir eləməlisən. Peyğəmbərimiz s.ə.v dəvətinə baxdıqda, onun məqsədi dəvət olub. İllə ki, insanları kafir görməsi və yaxud da toplumu kafir görməsi olmuyor. Və Quran-ı Kərimə nəzər salsaq, dəvət edin. Udu ilə səbil rabbikə bil hikməti vəl mau'izzətil həsənə.
Allah'ın yoluna insanları güzel şekilde, güzel mövzelerle davet edin. Yani biz davet etmirik. Bizim insanlarımız çok təəssüflər olsun ki, davetten önce tekfir edirlər. Senin üzerine düşen tekfir etmek değil, senin üzerine düşen davet etmektir. Tekfir, yani davet etmek geniş bir mevzudur. Bunu herkes bacarası bir mevzudur. Bunu et. Ama tekfir eləmək dar bir mevzudur. Bunu herkes edebilmez. Buna göre dikkatli olun arkadaşlar. Yani Müslümanım, yani insanları fərqləndirmək lazım, değerlendirmək lazım, insanlara önem vermək lazım. Bu cahildir, cahil değil. Yoksa hamıya bir gözle bakıp, yani herkesi tekfir eləmək bu doğru değil. Yani ben İslamın ne olduğunu danıştıqda, yani sizlere çatdırdıqda, İslam budur. O anlama gelmir ki, yani sen durasan, qalxasan, sende bu yoktursa sen kafirsən. Sen davet et. Sen insanlara öğret. Sen insanlara tövhidi çatdır. Hakkı çatdır. Davet geniştir. Davet edebilərsən, öğredebilərsən. Ama tekfir dar məsələlərdendir, ince məsələlərdendir. Herkesin müdahale ettiği meselelerden değil. Herkesin gücü yettiği meselelerden değil. Çok ince bir mesele tekfir meselesi. Çünkü davetle tekfir eynidir. Yani insanları yani davet etmekle, la ilahe illallah öğretmekle ve onları tekfir etmek eyni değil. Sen davet etmeyle insanı İslam'a salabilirsin. İnsanı İslam'a salacaksın, onu cehennemden uzaklaştıracaksan, onu Müslüman edeceksin. Ama tekfir etmekle hataya yol vereceksen, Müslümanı İslam'dan çıkaracaksın. Müslümana kafir donu giyindireceksen, Müslümanı cennetle hədələyəcəksən, Müslümanı yani senin yani səhv bir hükmün, tekfir ettiğin səhv bir hükmünle ne olacak? Namaz qılınmamalıdır ona. Kəfənlənməməlidir, yuyulmamalıdır. Müslümanların qəbirstanlığında bastırılmamalıdır. Bu kimi şeyler çıxır. Bu meseleler de hamısı görsənir ki, ağır meselelerdir. Yani ona göre tekfir mevzusu, insanları kafir görmək mevzusu, insanlara hüküm vermək mevzusu herkesin işi değil. Salamat qalmaq istəyirsinizsə, yani dininizde yani salamat qalmaq istəyirsinizsə, o zaman tekfirden uzak kalın. Allah ve Resulü neyi tekfir edibsə, şəxsən, adıyla, familiyasıyla o tekfir olunur. Onun haricindeki insanlar herkes tekfir edebilmez. Allah Teala Firavun tekfir edip, şeytanı tekfir edip, Abu Leheb, Abu Cehil tekfir edip. Sen onu et. Ehl-i kitap tekfir edip. Tamam mı? Bunu tekfir et. Bunu Allah Teala edip. Ama onun haricinde bugünkü dünyadaki insanlarımızı tekfir eləməyin, yani senin onları tekfir etməyin icazə əldə değil. İlla onun öz əhli, öz insanları var, onlar nəsə deyə bilərlər. O da ehtiyac varsa. Əks halda bu mevzu ağır mevzulardandır, ince mevzulardandır, dar mevzulardandır ki, oraya herkes müdahale edebilmez. Allah'tan istedim ki Allah Teala bize bereket versin, eşidip faydalanlardan eləsin. Allah sizden razı olsun.